Üçbucaqda median nədir? Hündürlük nədir? Tənbölən nədir? Və onların xassələri. Birinci başlayaq mediandan. Deməli, hər hansı bir ixtiyari üçbucağımız olsun. A, B, C üçbucağı. Median nədir? Median üçbucağın hər hansı bir təpəsindən qarşı tərəfin ortasını birləşdirən parçaya median deyilir. Median qarşı tərəfin ortasını birləşdirən parça. Ortasını birləşdirən parçaya median deyilir. Tutalım ki, B tərəfindən AC tərəfinə bir median çəkdik. Adlandıraq BM medianı. O zaman AM nəyə bərabər olar? M C-yə bərabər olar. Çünki qarşı tərəfin tər ortasına çəkilir. İkinci medianı çəksək, A tərəfindən BC-yə çəkilən mediana deyək AN medianı. Yenə eyni qayda ilə onda BN bərabər olacaq NC-yə. BN bərabərdir NC. Üçüncü, C-dən çəksək, biz buna da bir K desək. CK medianı çəksək, onda BK bərabər olacaq KA-ya. Bu tərəflər də nədir? Bu tərəfdə iki bərabər hissəyə bölünəcək. Deməli, medianların kəsişmə nöqtəsinə də bir O desək. Üçbucağın, hər bir üçbucağın 3 medianı var. Burada O nöqtəsində medianları kəsişmə nöqtəsindədir. Və qarşı tərəfi tən yarıdan neyniyir? Bölür. Əsas medianların xassəsinə baxaq. Deməli, medianlar kəsişdiyi nöqtədə 2-nin 1 nisbətində bölünür. Bu hər zamandır. Bu qayda ilə baxsaq, onda CO bərabərdir 2OK-ya. Sonra AO nəyə bərabər olacaq? Bərabər olacaq 2 dənə ON-ə. Eyni qayda ilə BO bərabərdir 2 dənə OM-ə. Deməli, tərəfə aid olan hissə bucağa aid olan hissədən 2 dəfə nədir? Azdır. Ümumisinə, məsələn, BM-ə mən desəm 3K, BO olacaq 2K, OM isə olacaq neçə? K. Cəmisi 3K-dırsa, deməli 2K 2 pay yuxarı düşəcək, 1K isə nədir? Aşağı düşəcək. 2-nin 1 nisbətində bölünür. Deməli, medianlar bölündüyü nöqtədən 2 böl 1 nisbətində, təpədən başlayaraq 2 böl 1 nisbətində bölünür. Tutalım ki, digər bir üçbucaq çəkdik. Olsun A, B, C üçbucağı. Medianları kəsişmə nöqtəsi olsun. Bura 4'dür, A, N olsun. O, N bərabər olsa 4'ə, o zaman AM bərabər olacaq, AN bərabər olacaq. Biz bilirik də 3K idi axı. Olacaq 12. Əgər bizdən AO soruşulmuş olsa, AO isə bərabər olacaq 2K-da. Bax, burada hamısını qeyd eləmişik. Deməli, 2K olsa neçə olacaq? 8. Bura 4'dür, bura 2 misinə bərabər 8. Ümumisə isə neçə eləyəcək? 12-yə bərabərdir. Ən əsas medianlar deməli qarşı tərəfin ortasına çəkilir və 2-1 nisbətində bölünür. Bu qədər. İndi medianın digər xassələrinə baxaq, medianın tapılmasına və s. baxaq. Medianlar haqqında düzbucaqlı üçbucaqda geniş qayda xassələr var. Amma heç birisini indi deməyəcəm. Düzbucaqlı üçbucağın xüsusi qaydalarını düzbucaqlı üçbucağa keçəndə deyərik. Hər hansı bir yenə ixtiyari üçbucaq çəkək. C yazaq uşaqlar. Bura olsun A, bura olsun B, bura olsun C tərəfi. B-yə bir median çəkdik. A, B, C. A-dan deməli B tərəfə çəkdik. Adlandıraq A-yı.
B'dən C'yə çəkdiyimizi C olsun, B M olsun. Üçüncü tərəfi çəkək, bura olsun F olsun. Gəlin neyini? C-yə çəkilən, BC-yə çəkilən mediana 1 ad deyək, B-mə çəkilən A-nə. A-ya çəkilənə deyək A tərəfinə. AM medianı deyək. B tərəfinə çəkilənə deyək BM medianı deyək. C tərəfinə çəkilənsə C-yə çəkilən median. Burada bu formada qeyd edilir. Hesablamalarımızı daha A, B-yə çəkilən, B, C-yə çəkilən daha çətin formada yox, rahat formada yazıb başa düşmək üçün. Tutalım ki, bizdən hansı medianı istəyir? A-ya çəkilən medianı istəyir. A tərəfinə çəkilən median nədir? CM mediandır. Onda CM median, yox, A-ya tərəfi çəkilən əlbəttə CM niyə olsun ki? AM, A-ya çəkilən median bərabərdir 2-də 1 kök altında 2B kvadratı üstə gəlinsin 2C kvadratı minus A kvadratı. Deməli, hansını istəyirsə düsturu yadda saxlamanın asan yolu. 2-də 1 yadımıza saxladıq. Digərləri 2-yə vurulur və sonuncu isə 2-yə vurulmur çıxılanda. Baxın, 2B kvadratı, 2C kvadratı çıxılsın A kvadratı. Tutalım ki, B-yə çəkilən median bərabərdir. 2-də 1, bax, diqqətlə baxırıq. B-yə çəkilir axı. 2A kvadratı, üstə gəl 2C kvadratı, artıq hansı idi başda? B-dir. Onda çıxılsın B-nin nəyi? Kvadratı. C-yə çəkilən median bərabərdir. 2-də 1 kök altında 2A kvadratı, üstə gəlinsin 2B kvadratı minus C-nin kvadratı. Başda hansıdırsa sonda oldu və 2-yə vurmur. Hər hansı bir üçbucaq çəkək olsun, üçbucağımız olsun 4, 5, 6. Tutalım ki, 6-ya çəkilən mediana baxaq. 6-ya çəkilən median bura olsun C tərəfi. 6-ya çəkilən median bilir, qarşı tərəfi bərabər yarıya bölür. C-yə çəkilən medianı. Baxın, bu medianın nəyini tapırıq? Uzunluğunu tapırıq. Onda C-yə çəkilən median bərabərdir. Düsturu yazsa 2-də 1 kök altında 2A kvadratı üstə gəl 2B kvadratı minus C-nin kvadratı. Eyni düsturu tətbiq edəsə, yəni 6 bərabərdir 2-də 1 kök altında 2A kvadratı, bura A tərəfi, bura B tərəfi. 2 vurulsun A kvadratı neçə eləcək? 4-ün kvadratı üstə gəlinsin 2B kvadratı, 2 vurulsun 5-in kvadratı minus C kvadratı, yəni 6-nın kvadratı. Bu da bərabərdir. Burada üzülü sayın. CM bərabərdir yazmağa 6 yazmışım. CM bərabərdir. Deməli, CM bərabərdir 2-də 1 kök altında 4-ün kvadratı 16, 2-yə vursaq 32, üstə gəlinsin 5-in kvadratı 25, 2-yə vursaq 50, 6-nın kvadratı 36 və çıxılsın 36. Burada yerimiz qalmadı. Buradan keçid eləyəyim bura. CM bərabərdir 32, üzərinə gəlsə 50. Elədi 82. 82-dən də 36 çıxanda deməli eləyəcək neçə? 46. 2-də 1 kökün altında neçə? 46. Deməli, üçüncü tərəfə, yəni C-yə çəkilən median bərabərdir kök altında 2-də 1 kök altında neçə? 46-ya bərabərdir. Əlbəttə, irrasional ədəd alına da bilər. Deməli, biz nə öyrəndik? Öyrəndik ki, medianlar qarşı tərəfin ortasına çəkilir. Median, deməli, 2-nin 1 nisbətində bölünür və median tapılması üçün bu düsturlar əslində üçü də eyni düsturdur. 3 fərqli formatda yazılır, düzdürmü? Gördüyümüz kimi bir cür tətbiqi vardır. İkinci keçək tən bölənə.
Biz bilirik ki, bucaq tənböləni bucağı yarıya bölür. Eyni qayda ilə deməli, üçbucaq ABC üçbucağı olsun, ABC üçbucağı. Onda A bucağının tənböləni artıq üçbucaq tənböləni adlanar. B bucağının tənböləni B'dən çəkilib yenə üçbucağın tənbölənidir. Üçüncüsü də C'dən çəkiləndirsə, onda artıq üçüncü tənbölən deyə bilərik. Deməli, olsun A, N, B, M, C, F desək bura. B, M, A, M və C, F tənbölənlərdir. Tənbölən, deməli, C bucağını da yarıya bölüb, B təpəsindən çəkilən tənbölən B bucağını yarıya bölüb, A təpəsindən çəkilən tənbölən isə A-nı yarıya bölüb. Deməli, tənbölənlər haqqında nəyi bilmək ən vacib şərtlərdəndir. Bu tərəfə ümumisinə mən desəm A tərəfi, bu tərəfinə desəm B tərəfi, bu tərəfinə desəm C tərəfi. BM tənbölənə baxırıq. Bax, bu C tərəfini iki hissəyə bölüb. Bir də mən deyim M, buradan bura qədərinə biz deyək M tərəfi olsun. Buradan bu tərəfinə isə N tərəfi desin. A-nın B-yə, yəni AB-nin BC-yə nisbəti bərabərdir AM-in MC-yə nisbəti. Hər zaman bu ödəyir. Yaxud digər tərəfdə CA-nın bax, bu tərəfin CA-nın CB-yə nisbəti bərabər olacaq. Yəni AF-in FB-yə nisbəti. Üçüncü tənbölənə baxsaq, üçüncü tənbölən hara çəkilib? Bura çəkilib. O zaman AC-nin baxın, bu tənbölənə baxırıq. AC-nin AB-yə nisbəti, onda BE-nin nəyə nisbəti? NC-yə nisbəti. Bir-birinə nədir? Bərabər olacaq. Burada daha doğrusu əvvəl istədim ki, birini qeyd edeyim. Daha sonradan fikrimizi dəyişdirdik, qeyd eləmişkən üçünü də qeyd edeyim. Buna aid bir nümunə də qeyd edərik. Bu tərəfi silirəm. Tutalım, belə bir üçbucaq var. A, B, C üçbucağı tərəf bölünüb. Bura 6 santimetrdir. Tutalım ki, bura olsun 12 santimetr. Bura 3 santimetr olarsa olsun bura M. MC-ni, yəni buranı istəyir. Bura X-dir. Və yaxud da ki, perimetrini istəyir. Perimetr A, B, C üçbucağı. Əvvəlcə perimetri tapmaq üçün biz nəyi bilməliyik? A, B, üstə gəl BC, az öncə öyrənmişik bunu. Üstə gəlinsin AC. AC-ni də biz tərəfi məlum deyil də, hələ bilmirik neçədir. Onda MC-ni tapmalıyıq ki, 3-ün üzərinə gələk MC-ni, yəni AM-in üzərinə MC-ni gələk və neyiniyək? AC-ni tapaq. Biz qaydaya görə biz nə dedik? AB-nin BC-yə nisbəti bərabərdir AM-in MC-yə nisbəti. AB-nin yerində neçədir? 6. BC-nin yerində neçədir? 12. Bərabərdir. AM-in yerində 3-dür. MC-nin yerində isə X. Onda tənasibi çarpaz vursaq 6x bərabərdir 12 vur 3. Və buradan ixtisarlarımızı aparsa burada nə qalacaq? 2, 2 üçündə x bərabərdir 6. Aha, artıq hər şey məlumdur. AB-ni neçə tapdıq? 6-dır. Əvvəlcədən verilib. BC-ni 12-dir. X-i də 6 tapdığımız üçün AC başdan əvvəl 3 bura, 6 bura neçə elədi? 9 elədi. Üzərinə gəlsə 6, 12, bu da 9, 18, 27 santimetr. Deməli, ümumi üçbucağın perimetri elədi 27 santimetr. Digər tərəfdən bu münasibətlər bir başqa formatda da verilə bilər. Necə? Bura üçbucaqdır.
Bura A tərəfdir, bura B tərəfdir. Tutalım ki, bura bölünüb, tən böləndir. Burada da qeyd eləməlidir tən böləni. Deməli, M-dir, bura M-dir. Biz axı dedik, A-nın B-yə nisbəti bərabərdir M-in N-ə nisbəti. Yaxud da, elə A-nın M-ə nisbəti də bərabərdir B-nin N-ə nisbəti. Gördüyümüz kimi burada da AN, BN çarpaz vuranda AN, BM. Heç bir dəyişiklik yoxdur. Yəni bu tənasübdə də istənilən bir dəyişiklik eləyib qeyd eləyə bilərik. Deməli, bu tən bölənlərin xassələrindən biri idi və keçək. Necə ki, medianın tapılması düsturu var idi, tən bölənin də tapılması düsturu var. Və sadə bir düsturdur. Tutalım olsun bura A tərəfi, bura B tərəfi, bura C tərəfi, bura M tərəfi. BM tən böləni bərabərdir. Kök altında AB vurulsun BC, çıxılsın AM vurulsun MC. Bu əlbəttə ki, bizə çətin yadda qalırsa AB, BC və s. eyni qaydanı tətbiq eləsək, BM tən böləni bərabərdir. AB-nin yerində nədir? A-dır. BC-nin yerində B-dir. Çıxılsın M vur M. AM, MC. İki hərflərdən artıq qeyd edilir. Düsturu bu formada əzbərləyə bilərik. Qiymət yazaq. Belə bir üçbucağımız mövcuddur. Bura tutalım 6'dır. Bura olsun 10 santimetr. Bura 3 santimetr. Bura 5 santimetr. İndi bizə və bu tən bölən uzunluğunu soruşur. Tən böləndir. Onda tən bölən bərabərdir. Kök altında 6 vurulsun 10 çıxılsın 3 vurulsun 5'ə. Bu da bərabərdir kök altında. 6 10 60, 60'dan da 3 5'in 15 çıxanda neçə elədi? 45 kök altında 45'i də yazarıq. 9 5 şəklində vur 5 şəklində yazsaq 3 kök altında neçə? 5. Deməli bu tən böləndə uzunluğu neçəymiş? 3 kök altında 5'ə bərabər imiş. Bu da tən bölənə aid nədir? Xassə. Deməli, median qarşı tərəfin ortasına çəkilir. Tən bölən isə bucağı yarıya bölür. Tən bölənin və medianın xassələrini ayrı-ayrılıqda neynədik? Öyrənmiş olduq. Keçək isə, indi isə hündürlüyə. Hündürlük nədir? Hündürlük üçbucağın hər hansı bir təpəsindən çıxaraq qarşı tərəfi özündə saxlayan parçaya biz hündürlük deyirik. Yaxud da ki, qarşı tərəfə endirilmiş perpendikulyar ya da ki, uzantısına endirilmiş perpendikulyar deyə bilərik. Ən yaxşısı birinci dediyimizdir. Qarşı tərəfi özündə saxlayan parçaya biz nə deyərik? Hündürlük deyərik. Onda elə çəkdiyimiz, gördüyümüz kimi iti bucaqlı üçbucaqdır. İti bucaqlıda. İti bucaqlı üçbucaqda hündürlüklərin hər üçü daxildə yerləşir. Gördüyümüz kimi bu hündürlüyü olsun BH hündürlüyü. Digər hündürlüyü çəksək olsun məsələn BH1 olsun AH2 hündürlüyü. Üçüncü hündürlüyü də çəksək olsun CH3 hündürlüyü. Hər üçü necədir? Daxildə yerləşir. Bizə hündürlük ən çox sahələrin tapılmasında bizə lazım olacaq. Deməli, iti bucaqlı üçbucağın hündürlüyü hər üçü neyniyir? Daxildə yerləşir. Keçək düz bucaqlı üçbucağa. Düz bucaqlı üçbucaqda hündürlük olsun A, B, C üçbucağı. B bucağı düz bucaqda. Əvvəl hipotenuza bir hündürlük çəkdik. Əla. BH hündürlük. Bəs A tərəfindən BC-yə hündürlük çəkmək üçün artıq gördüyümüz kimi bu katet hündürlükdür. BC tərəfinə nədir? İndirilmiş hündürlükdür. O zaman hündürlüğün biri nə oldu? BH. İkinci hündürlük nə oldu? AB-nin özü.
İndi keçək. CB, daha doğrusu AB'yə çəkilən hündürlük 90 dərəcədir. Bizdə nə dedik? Endirilmiş perpendikulyardır, düzdürmü? Onda AB'yə çəkilən hündürlük elə nədir? Elə növbəti artıq katetimiz də yenə də hündürlükdür. CB. Deməli, hündürlüklərin biri hipotenuza gəldi və digər iki katetin hər ikisi nədir? Hündürlükdür. Düz bucaqlı üç bucağının da hündürlük iti bucaqlıda daxildə kəsişdilər. Düz bucaqlı üç bucaqda harada kəsişəcək? Düz bucaq təpəsində kəsişəcəklər. Çünki katetlərin ikisi də hündürlükdür, biri də nədir? Daxilə çəkilir. Keçək kör bucaqlıya. Belə bir kör bucaqlı üç bucağımız olsun. A, B, C. Hündürlüğünün birini çəkdik. Olsun BH1 hündürlüğü. Gördüyümüz kimi daxilə yerləşdi. Bəs C'dən AB'yə hündürlüyü necə çəkək? Buradan bura hündürlüyü çəkə bilərik mi? Mümkün deyil. Çünki hər hansı bir bucaq altında kəsişəcək. Çəkə bilmədiyimiz üçün artıq AB'nin uzantısını qeyd edirik və C'dən onun uzantısına perpendikulyar çəkilərik. Adına da deyərik CH2. Deməli, körbucaqlı üç bucaqdan hündürlüklərin birini daxilə çəkə bilmişik. Amma ikincisini daxilə çəkə bilməmişik. İndi üçüncüsünü çəkməyə çalışaq. Artıq üçüncünü çəkmək üçün yenə CB-yə çəkə bilmədiyim üçün uzantısına çəkirəm və olsun AH3. Bunların uzantısını, hamısının neyniyək? Uzantısını çəkək. Çəkdik. Çəkdik və çəkdik. Gördüyümüz kimi iti bucaqlı da daxildə, kör bucaqlı da düz bucaq təpəsində, düz bucaqlı üç bucaqda, düz bucaq təpəsində kör bucaqlı üç bucaq hündürlükləri isə harada kəsişir? Xaricdə kəsişir. Deməli, kör bucaqlı üç bucağın daxilində sadəcə bir hündürlük var, düz bucağın daxilində bir hündürlük var və digər hündürlüklər isə nədir? Xaricdə yerləşdiyi üçün xaricdə neyniyəcək? Kəsişəcək. Deməli, keçək üç bucağın daxili və xarici bucaqları, daxili bucaqlarının cəmi, xarici bucaqlarının cəmi və onların nəyi? Xassəsi. A, B, C üç bucağıdır. Üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Onda bucaq A, üzərinə gəlinsin bucaq B, üzərinə gəlinsin bucaq C bərabərdir 180 dərəcə. Xarici bucaqlarının cəmi isə, burada çəkməyək, burada yer yoxdur, qıraqda çəkək. Olsun. Yox, aha, burada. Bir xarici bucağı, iki xarici bucağı və üç xarici bucağı. Elə bura bir qeyd edilir. Birinci xarici bucaq, ikinci xarici bucaq, bu da neçənci? Üçüncü xarici bucaq. Bucaq 1, üzərinə gəlsin bucaq 2, üzərinə gəlsin bucaq 3 isə bərabərdir nəyə? 360 dərəcə. Deməli, üç bucağın daxili bucaqlarının cəmi 180-dir, xarici bucaqlarının cəmi isə neçə dərəcədir? 360 dərəcədir. Tutalım ki, bir üç bucaqdır, buranı verib 60 dərəcə, buranı verib 70 dərəcə və C bucağını istəyir. Bucaq C bərabərdir nə yazarıq? 180 dərəcədən çıxarıq, çünki üçünün cəmi 60 dərəcə ilə 70 dərəcənin cəmini, bu da bərabər olar neçə? 50 dərəcəyə. Yaxud da ki, bucaq biri bizə verib xarici bucağı 120 dərəcə, bucaq 2 versin, tutalım ki 130 dərəcə və bucaq 2-ni bizdən istəyir xarici bucağı. Yenə bucaq 2 bərabər olar, xarici bucaqların cəmi 360-da axı, 360 dərəcə çıxılsın, 130 dərəcə, üstə gəlinsin 120 dərəcə, bu da elədir 130, 250, 360-dan çıxsa 110 dərəcə.
Üçüncü xarici bucaqda neçə dərəcə elədi? 110 dərəcə eləmiş oldu. Bəs daxili bucaqlarla xarici bucaqların arasında hansı əlaqə var? Hansı xassəsə var? Biz bilməliyik ki, üçbucağın iki daxili bucağı, tutalım bura alfa daxili bucağı olsun, bura beta daxili bucaq. Belə yazaq, yazmayaq alfa beta ilə. A, B, C, bura olsun D. Deməli, üçbucağın iki daxili bucağının cəmi, iki daxili bucaqlarının cəmi ona qonşu olmayan bir xarici bucağına bərabərdir. Tutalım ki, bucaq A, B, C üstə gəlinsin. Bucaq B, A, C bərabər olacaq. Bucaq B, C deyə. Bura əgər 60 dərəcədirsə, bura 50 dərəcədirsə, avtomatik nə olacaq? Bucaq BCD bərabər olacaq 60 və 50-nin nəyinə? Cəminə. 50 dərəcə, bu da bərabərdir 110 dərəcə olmuş olacaq. Deməli, üçbucağın iki daxili bucağının cəmi özü ilə qonşu olmayan bir xarici bucağına bərabərdir. 60, 50 neçə elədi? 110. Tutalım ki, baxın, 60, 50, 110 bura neçə dərəcə qalır? 70 qonşu bucaqlar xassəsinə görə də 70'dir. Onda 70, 60 bura neçədir? 130 dərəcədir. Gördüyümüz kimi 50 və 130 uyğun gəlir. Deməli, üçbucağın daxili və xarici bucaqlarının cəminə baxmış olduq. Növbəti keçək, bərabər yanlı və bərabər tərəfli üçbucaqlar haqqında danışaq. Olsun bərabər yanlı. İki tərəfi az öncə demişdik də, iki tərəfi bərabər olan üçbucağa biz deyirik bərabər yanlı. Bura olsun A tərəfi, A, B, C üçbucağı A, A. Burada bir C desək. Bərabər yanlı üçbucaq oturacağına bitişik bucaqları bərabərdir. Onda bucaq A bərabərdir bucaq C-yə. Bucaq A bərabərdir bucaq C-yə. İkinci qayda, bərabər yanlı üçbucağın oturacağına çəkilən yan tərəflər, bərabər tərəflərə yan tərəflər deyilir, digər tərəfə isə nədir? Oturacaq deyilir. Oturacağına çəkilən hündürlük, tənbölən median. Deməli, median, hündürlük və tənbölən. Hər üçü bir-birinə nədir? Bərabərdir. Bir üçbucaqda bərabər yanlı üçbucaqda oturacağa çəkilən median, tənbölən, hündürlük hər zaman bir-birinə nədir? Bərabər olur. Bəs ikinci keçək bərabər tərəfliyə. Perimetrlərini artıq dediyim üçün təkrar eləmək istəmirəm. Bərabər tərəfli. Bərabər tərəfli nə dedik? Dedik, üç tərəfi də nə olmalı? Bir-birinə bərabər olmalı. A, A, bu da A. Deməli, bərabər tərəfli üçbucaqda hər üç median, tənbölən, hündürlük hər üçü bir-birinə bərabərdir. Baxın, hər üçü bir-birinə bərabərdir. Medianlar da, tənbölənlər də, hündürlüklər də və hər üçü də bax A bölü 2, bax burada olacaq A bölü 2, A bölü 2, A bölü 2, A bölü 2, burada A bölü 2, A bölü 2 çünki yarısıdır. Bax bura K'dırsa bura neçə K olacaq? 2K. Yenə bura K, bura 2, bura K, bura neçə K olacaq? 2K. Bura yenə 2K, bura nə olacaq? K. Təpədən başlayaraq 2-1 nisbətində bölünür axı. Deməli, bərabər tərəfi də hamısı nə olacaq? Bir-birinə bərabər olmuş olacaq. Deməli, median bərabərdir hündürlük, o da bərabərdir nəyə? Tənbölənə. Bəs bərabər tərəfli, bərabər yanında dediyi bir, ikisi bir,
oturacağı çəkilənlər bərabərdir, bərabər tərəfində isə hər üçü bərabərdir. Bəs müxtəlif tərəflidə median təyin bölən hündürlüklər hansı ardıcıllıqla düzülməlidir? Müxtəlif tərəfli üçbucaqda tutalım ki, olsun bu A tərəfi, bu B tərəfi, bu C tərəfi. Ən qısa məsafə hündürlükdür. İkinci təyin bölən gəlir, üçüncü median. Deməli, biz bu cür yaza bilərik də. Median böyükdür, bərabərdir təyin bölən, böyükdür, bərabərdir hündürlük. Bu bərabərlikləri də niyə qoyduğumuz artıq məlumdur. Çünki hər zaman hündürlük təyin bölən median ardıcıllığı olmur. Bərabər yanında oturacağı çəkiləndə, bərabər tərəfində isə hər üçü üst-üstə düşdüyü üçün biz buna nədir? Bərabərlik işarəsini qoymalıyıq ki, bilinsin. Deməli, bərabər yanlı, bərabər tərəfli üçbucaqların xassələri bunlardan ibarətidir. Növbəti, baxaq, üçbucaqların nəyinə baxaq, medianlara baxdıq, Fales teoremi, bir də ki, üçbucağın kongruentliyi əlamətlərinə baxaq. Hər hansı bir bucaq seçirik və paralellər çəkirik. Bura olsun A, B, C, D, M, N, K, L və s. və ilə axır. Deməli, əgər bunlar hamısı bir-birinə nədir? Paraleldirsə, bu düz xətlər, bu çəkdiyimiz kəsənlər hamısı bir-birinə, bu xətlərimiz paraleldirsə, A-nın A plus B-yə nisbəti bərabərdir M-in M plus N-ə nisbəti və yaxud A-nın A plus B plus C-yə nisbəti bərabərdir M-in M plus N plus K-yə nisbəti. Deməli, hər zaman bu nisbətlər, bu məsafə, bu böyük məsafəyə nisbəti, bu məsafənin bu böyük məsafəyə nisbəti. Bu nisbətlər həmişə doğruluğunu nədir? Göstərir. Gəlin onda elə uzağa getmədən bunu harada sınayaq? Üçbucağın orta xəttində sınayaq. Biz hər hansı bir üçbucaq götürdük və üçbucağın orta xəttini çəkirik. Olsun A, B, C, M, N. Üçbucağın orta xətti nədir? Hər hansı bir tərəfinə paralel olan və digər iki tərəfin ortasından keçən parçaya biz deyirik ki, üçbucağın orta xətti. Onda orta xətt isə BN bərabərdir NC. Digər tərəfdən BM bərabərdir MA-ya və MN paraleldir nəyə? AC-yə. Bu üç şərt ödəndiyi halda biz buna orta xətt deyə bilərik. Yəni, bu tərəfinə bu hissələr bir-birinə bərabər olmalıdır, bu hissələr bərabər olmalıdır və bunlar bir-birinə paralel olmalıdır. Deməli, tutalım ki, bura olsun A, bura olsun A, bura olsun B, burada olsun nəyə? B. Deməli, A-nın nəyə nisbəti? A plus A-ya 2A-ya nisbəti bərabər olacaq. B-nin B plus B neçə edir? 2B-yə nisbətidir. A-lar getdi, nə qaldı? 2-də 1 bərabərdir 2-də 1. Gördüyümüz kimi orta xətt üçün tətbiq edəndə eyni qaydanı tətbiq edib yaza bilərik. Üçbucağın orta xətti perimetrinin də yarısı deməkdir. Niyə? Tutalım, burada olsun C tərəfi. C-dir, orta xətt dedik axı, oturacağın çəkildiyi tərəfin yarısına bərabərdir. Onda bura nə olacaq? C bölü 2 olacaq. C yazmayaq da, onda bura AA olsun, burada 2C olsun. 2C'dir, yarısı nə olacaq? C olacaq. Əvvəlki üçbucağın perimetrinə baxsaq, perimetr 2A, üstə gəl 2B, üstə gəlinsin 2C'dir. İndi yaranmış kiçik, yəni orta xəttin əmələ gətirdiyi üçbucağa baxsaq, perimetr bərabərdir. Başdakını nə yazaq? ABC perimetri yazaq. Artıq növbətçisi BMC-dir də. B,
BM'in bərabərdir A üstə gəlinsin B üstə gəlinsin nəyə? C'yə. Gördüyümüz kimi böyük perimetrin nədir? Kiçik üçbucağın perimetri böyük perimetrin nəyinə bərabər oldu? Yarısına bərabər olmuş oldu. Keçək üçbucağın kongruentliyi əlamətlərinə. Bir üçbucağın iki tərəfi və onlar arasında qalan bucaq, digər üçbucağın iki tərəfi və onlar arasında qalan bucağa bərabərdirsə, bu üçbucaqlar nədir? Kongruentdir. Olsun A, B, C. Bura olsun alfa bucağı. Alfa. Digər üçbucağı adlandıraq. Olsun A1, B1 və C1. Burada olsun alfa bucağı. Əgər AB bərabərdirsə A1 B1'ə, BC bərabərdirsə B1 C1'ə və bucaq B bərabərdirsə bucaq B1'ə, deməli bu üçlü sistem mövcuddursa artıq bu üçbucaqların bərabər olduğunu deyə bilərik. Yəni üçbucaq A, B, C bərabər olacaq üçbucaq A1, B1, C1'ə. Tutalım ki, bura 6'dır, bura 8'dir və bu üçbucağın bucağı olsun 45 dərəcə. Bura 6'dır, bura 8'dir və bu üçbucağın digər bucağı olsun 45 dərəcə. Artıq biz anında bilməliyik ki, AC də nəyə bərabər olacaq? A1 C1'ə bərabərdir. Əgər bu qayda ilə növbəti deyəcəyik, deməli kosinuslar teoremində deyəcəyik. Kosinuslar teoreminə görə 6, 8, 45 isə AC-ni tapa bilərik və AC-nin artıq birini tapandan sonra digərini də o qiymətli olduğunu nədir? Bilmiş olacağıq. İkinci, bir üçbucağın iki bucağı və onların bir tərəfi və ona bitişik iki bucağı bərabərdirsə, digər üçbucağın bir tərəfi və ona bitişik iki bucağına bu üçbucaqlar nədir? Kongruentdir. Tutalım ki, olsun A, B, C üçbucağı, bir digər üçbucağımız olsun A1, B1 və C1 üçbucağı. Bucaq A bərabər olsa bucaq A1'ə, bucaq C bərabər olsa bucaq C1'ə və AC bərabər olsa A1 C1'ə, bu üçbucaqların da kongruent olduğunu demək olar. O zaman biz AB'nin A1 B1'ə bərabər olduğunu söyləmək olar. BC'nin B1 C1'ə bərabər olduğunu söyləmək olar. AC'nin də A1 C1'ə bərabər olduğunu artıq nədir? Əvvəlcədən özləri vermişdi. Üçüncü, bir üçbucağın üç tərəfi digər üçbucağın üç tərəfinə bərabərdirsə, bu üçbucaqlara biz bərabər üçbucaqlar deyə bilərik anında. AB bərabərdir əgər A1 B1'ə, AC bərabərdir A1 C1 olarsa, BC bərabərdir B1 C1 olarsa, yəni hər üç tərəf, bu tərəf bura, bu tərəf bura və bu tərəfdə bura bərabərsə, bu üçbucaqların artıq bərabər olduğunu nədir? Söyləmək olar. Üçbucaqların bərabər yanlı, bərabər tərəfli demək olar ki, üçbucaqlara aid hər bir şey demişik. Bir dənə qaldı. Düzbucaqlı üçbucaq və sinuslar, kosinuslar teoremi.